Allah'ın salamı olsun hər kəsin üzərinə. Amin. Tamozundur, vericidir. Bunlara mənim münasibətim şəxsən yaxşı deyil. Yəni ki, onların varlığı elə bir ki, boş şeydir, bilmirəm. Düzdür, tarix boyu olur, biz tarix dərsinə gedirdik, vericilər alınırdı, nə olurdu, verici qədimdə də hətta çox alırdı, yəni üstüyən qalxırdı, nə olurdu. Amma ki, bu, məsəl üçün, tamozunu götürəndə, bu, nəyə görə cəmaatdan pul alır ki? Məsəl üçün, mən gedirəm harasan, öz yol pulunu verirəm, gedirəm, oradan da nə saat gətirəm öz pulundan, getməmişim, axırkən, oradan da qayıdan da gəlməliyəm də bura. Buradan getmişdim, vətənimdir, torpaqdır, torpaqda yaranmışıq burada, harada. Yəni, Pavlujun, yəni ki, haqqımdır da, qayıtmalıyım bura. İndi bu mənə bura çatana məndən niyə pul alır? Mənim əlimdə nə var, nə yox. Samolyotda tutaq ki, ağırlıq sayacaq o 5 il pulunu ala bilərlər, daşıdıqları ki. Tamojun niyə alır, o pulu? Bir onu başa düşürəm, o tamojun boş şeydir mənimlə gəlir. Bir də ki, bu verici, onu baş çıxartmıram o qədər, amma məsəl üçün, nə bilim, bilmirəm da, o verici də nədir, mənimlə gəlir boş şeydir. Boş şey deyil, heç nə boş deyil, amma səhv şeydir. Səhvdir də. Səhv deyilsə, onda orada rəy yazında görür, bu verici nə üçündür? Bax ki, mənim mağazinim var. Dəqiq bilmirəm, harada nə qədər, nəyə görə verici alır. Bax ki, mənim mağazinim var və verici vermər. Niyə verməliyim ki? Torpağı başa düşməm, niyə verməliyim? Bax, biləm, bəlkə mən səhv deyirəm, amma mənə gəlir səhv demirəm. Tamojunda laf ağ edib, məsəl üçün, yaxşı da çox danışmadım, qısa. Tural Abbaslı bir dəfə bir söz dedi. Yadda düşdü. O ithal, ixrac başım istəmir o. Nəyə keçsə bilmirəm, ithal nədir, ixrac nədir, indi sorumuzlanmışam. Sonra nə dedi? Deyir, bizdən deyir, nəsə deyir, xaricə göndərilir ki, nəysə, yəni ki, tamojun işləməməlidir, deyir, boş şeydir, olmamalıdır. Yəni, biz əgər özümüz ixrac eləsə, idxalcı eləsə, o bir qarşılayıram. Yəni, maraqlanmışsın ona görə. Yəni ki, laf idxaldır ya ixracdır, niyə pul alınmalıdır kimləsin? Başa düşmək məlisin, nədir belə? Sən neçə ildir bunu demişsən? Harada deyib demişsən? Şeydə, Nərman o metro parkının yanında nə var ya orada? Asanovkayla üzbəüz metro parkı böyründə var ya. Hansı küçədir? Yəni, hansı küçədir? Bu saatın altına qalxan küçə. Küçədir, sanmırsan. Yığə bu vericidir, tamojundur. Bunlar cəmaatın yolu demək olmaz. İnsanın yoluna məntiqli, abırlı həyal söz deyil. Amma ki, nədir bə bu? Laf qədimdən olursa da, səhv olursa, Allah nə buyurur demir? Allah Taala buyurur ki, onlara bir söz dedikdə, deyirlər ki, biz ata-babalarımızın tutduğu yolu gedirik. Məsələn, kimə? Məsələn də, ata-babasının yoluna tutub gedənlər. Məsələn, kimi orada nəzər tutub? Hər kəsdə hamının. Amma o ancaq deyirlər ki, demirlər, amma gətirib çıxarırlar ki, ibadətlər, məsəl üçünlər. Amma elə, o özü də ibadətlər, nə? Yəni, yaxşılıq eləmək. İndi bu tamojun yaxşılıq edir. Ayən sözü nə? Onlara deyir, deyəndə ki, ata-babalarımız, yox, bu şeyi səhv edirsiniz, deyirlər ki, biz ata-babalarımızın getdiyi yolla gedirik. Deyir, bəs əgər ata-babalarımız səhv ediblərsə, məsələn, mən tarix kitabında məktəb vaxtı o vaxt yadımdaydı.
Bildim. Vergi barədə yazılmış. Bildim. Səsin, hə, ürəyi rahatlandı. Hə. Neynəmişsin? Dinaya girib nə demişdi? Yadımdan çıxmanda soruşsun da bu vergi alırlar, neynirlər. Nəysə, nəysə. Hı -hı. Dəhşət. Mən də, yox. Sən başını oynatsa bilərlər. Hı -hı. Qorxmursan? Yox. Sağ ol elə. Əlhəmdülillah.